Sual verilir ki Allah Rasulundan hədis var ki kim əzanı eşidər ona icabət etməz, namazı yoxdur. Üzür istisnadır. Bu səfərdə də belədir. Yəni səfərdə üzürdür. Əzan eşitsəm icabət etməsəm. Yəni bəzi hədislər var ki yoxdur. Yəni zəiflik olan da var. Və səhih olsa belə yəni alimlər gətirir ki yoxdur deyildiyi zaman yəni kamil namazı yoxdur. Əgər bir insan evdə qılarsa günah daşıyır, amma namazı batil deyil. Namazı sayılır. Amma əzanı eşidib gəlmədiyi üçün günah qazanır. Yəni səhih olan budur. Və həmçinin səfərdə də əgər yaxındırsa artıq getməsi vacib olur. Sual verilir ki, zöhrdən əvvəl yoxsa sonra yatmaq sünnədir. Qeylulə gəlib, daha səhih olan odur ki, qeylulə zöhrdən əvvəldir. Yəni, günorta namazından əvvəldir. Yəni, olub ki, sahabələr, yəni bəzən olur ki, cümə namazı tez qılınardı zöhrdən əvvəl. Yəni, cümə namazı vaxtı zöhr girəndən sonra qılına bilər, amma vaxtı tez başlayır. Cümə namazı 9-da, 10-da, 11-də də qılına bilir. Ona görə deyir ki, bəzən biz qılırdıq, yəni qeyluləni cümədən sonra etməli olurduq, tez qılındığı üçün. Amma o deməkdir ki, onlar qeyluləni zöhrdən əvvəl edərdilər. Deməli, zöhrdən əvvəl olmasa, zöhrdən sonra da etmək icazəlidir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qilu fə innə şeyatinə lə təqil. Yəni, siz qeylulə edin, biraz o yuxunu alın. Çünki şeytanlar qeylulə etmir, yatmır. Və həmçinin insanın gündüz biraz istirahat etməsi, bir yarım saat, 40 dəqiqə və 1 saat, yəni gecə qalxmasına da yardım edir.